Gördüyünüz bu istedadlı şagirdin adı Əsnadır. Həkimlər ona autizm spektr pozuntusu diaqnozu təyin etsələr də, Əsna həyatına rəng qatmağı məhz rəsm vasitəsilə bacarıb. O, yaşıdlarından yalnız fərqliliyi ilə deyil, həm də özünə məxsus istedadı ilə seçilir. 202 nömrəli məktəbin inklüziv sinifində təhsil alan Əsna üçün məktəb sadəcə dərs öyrənilən məkan deyil, həm də özünü ifadə etdiyi bir dünyadır. Onun ən sevdiyi məşğuliyyət isə rəsm çəkməkdir. Mən 202 nömrəli məktəbi 8A sinif şagirdiyəm. Mən rənglər işləməyi sevirəm. Böyüyəndə rəssam olmaq istəyirəm. Daha sonra əllərim bacarıqlıdır. Rəsm çəkməyi bacarıram. Rəsm çəkmədən əlavə kitab oxumağı sevirəm. Müəllimlərinin sözlərinə görə Əsna dərslərdə də fəallığı və diqqətçil olması ilə seçilir. Rəsm məşğələləri isə onun özünə inamını artırır, yaradıcılıq qabiliyyətini daha da inkişaf etdirir. Hər çəkdiyi rəsmdə yeni bir hekayə, yeni bir duyğu gizlənir. İlk dəfə mən Əsna ilə tanış olanda onun həqiqətən də qeyri-adi əl qabiliyyəti olduğunu aşkarladım. Həddindən artıq istedadlıdır. Yəni verilən tapşırıqları öhdəsindən gəlir və gördüyü işi də çox sevə-sevə görür. Düşünürəm ki, rəssam olacaq. Yəni bunda bu fitri istedadı görürəm. Əl qabiliyyəti həqiqətən də gözəldir. Yəni qüsursuz şəkildə qısa müddətdə çox gözəl rəsmlər çəkməyi bacarır. Təbii ki, inklüziv təhsil Əsna kimi uşaqların cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. Bu mühitdə onlar həm yeni dostlar qazanır, həm də öz bacarıqlarını daha sərbəst şəkildə nümayiş etdirmək imkanı əldə edir. 2016-cı ildən etibarən bizim məktəbdə inklüziv siniflər açıldı. Hal-hazırda bizdə 32 şagird təhsil alır. Uşaqlarımız siniflərdə müəyyən qədər akademik biliklərə yiyələnir, sinif qaydalarına riayət etməyə çalışır. Uşaqlarla birgə bərabər hüquqlu təhsil almağa çalışır və gördüyünüz bura yardımçı otaqdır. Yardımçı otağın fəaliyyəti, həm də müəllimlərimizin hərtərəfli uşaqlarımızla məşğul olmağız, ümumi hər kəslə birgə təhsil, inklüziv təhsilin ən müsbət cəhətlərindən biridir və bunun nəticəsində bizim əlilliyi olan uşaqlarımız daha da inkişaf edir, qabağa gedir. Elə istedadlı şagirdlərimiz var ki, inklüziv təhsildə belə valideynlərimiz onları qabartmamağı bizə tövsiyə edir. Amma biz əksinə onu qabartmaqla cəmiyyətdə onların rolunu, onların varlığını göstərməyə çalışırıq. Ona görə də mən hər bir valideynə məsləhət verirəm. Onlar nəinki inklüziv təhsilə, ümumiyyətlə təhsilin bütün formalarında uşaqlarının bacarıqlarını qabağa çəksinlər, onların istedadlarını nümayiş etdirsinlər və qorxmasınlar ki, uşaqları bunu bacarmayacaq. Biz müəllimlər, biz mütəxəssislər onu görə bilirik ki, onların uşaqları nə qədər istedadlı, bacarıqlıdırlar və biz onların dəstəyi sayəsində, uşaqlarımızın valideynlərindən aldığı dəstək sayəsində çox irəli gedir. Əsna da buna bir nümunədir. Bəlkə də bugün kağız üzərində çəkilən sadə rəsmlər sabah böyük uğurların başlanğıcı olacaq. Əsnanın rəngli dünyası isə göstərir ki, istedad və əzm olduqda fərqliliklər heç vaxt maneəyə yox, əksinə uğur aparan yolda bir gücə çevrilir.